İnsana nə qədər torpaq lazımdır? Lev Tolstoy. Paxom adlı kəndli kişi daha çox torpaq əldə etsə, heç bir dərdi olmayacağını düşünür. Günlərin birində ona belə bir fürsət verilir. Bir gün ərzində nə qədər torpaq dövrə vurub qayıtsa, hamısı onun olacaq. Amma bir şərtlə, gün batmazdan əvvəl başladığı yerə qayıtmalıdır, yoxsa heç nə qazanmayacaq. Paxom səhər tezdən yola çıxır və bacardıqca çox torpaq əhatə etməyə çalışır. Gün boyu dayanmadan irəliləyir, hər addımda biraz da çox torpaq götürmək istəyi ilə irəli gedir. Ancaq gün batmağa az qalanda anlayır ki, çox uzağa getmişdir və qayıtmağa vaxtı qalmır. Canını dişinə tutub qaçır, qayıdır başladığı yerə, amma elə yerə çatanda gücdən düşüb yıxılır və ölür. Nəticədə onun üçün lazım olan torpaq yalnız bir qəbir yeri qədər olur. Əsərin ideyası, tamaq insanı məhvə aparar. Hekayə insanın acgözlüyünün və maddi ehtirasının nə ilə nəticələnə biləcəyini simvolik və dərin fəlsəfi dillə göstərir.